Hörmətli izləyicilər, kanala abunə olub like etməyi unutmayın. Günün xəbərləri təqdim edir. Ekstradisiya haqqında 13 dekabr 1957-ci il tarixli Avropa Konvensiyasının tələblərinə uyğun olaraq Ukrayna vətəndaşı Babayev Samik Arifoğlu'nun oğlunun ekstradisiyası haqqında Baş Prokurorluğun vəsatəti Almaniya Federativ Respublikasının səlahiyyətli orqanları tərəfindən təmin edilib. Bu barədə Oxu24.com Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib. Samik Babayevin qəsdən adam öldürmə cinayət əməli törədilməsində iştirakçı qismində çıxış etməsinə əsaslı şübhələr müəyyən edildiyindən, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilməklə istintaqdan qaçıb gizləndiyinə görə beynəlxalq axtarışa elan edilib. Ramiz Mehdiyevin oğlu ilə bağlı qərar verilir. Təqsirləndirilən şəxsin ölkəmizə gətirilməsi məqsədlə Ədliyyə Nazirliyinin penitensiar xidməti tərəfindən zəruri tədbirlər görülür.